Bəs həmin xarici alınan filmlər öz xərcini çıxara bilir, yoxsa Sinema Plus da ancaq mənfəətini popkorn siyasətindən əldə eləyir? Əslində dünyada belə bir təcrübə və belə bir artıq bu heç kimə sir deyil. Kinoteatr kinodan pul qazanmır. Kinoteatr, biz də kinoteatr olaraq daha çox deyək ki, məbləği, daha çox mənfəəti qazanırıq ya reklamdan, ya kinoda satılan bardakı məhsullardan. Kino bardan deyək ki. Bəzən hətta şəxsən mənə də qınayırlar ki, çox reklam verirsiniz, kinodan qabaq biz kinoya gəlirik və 10 dəqiqə reklam var. Normalda əslində biz 6-7 dəqiqə reklam olur və digər 5 dəqiqəsi filmin reklamıdır. O filmin reklamına biz qarışmırıq. Filmdəki xarici hansı bir film gəlir, bu Paramount Pictures-ın bir filmidir və Paramount Pictures növbəti 6 ay ərzində göstərilə biləcək filmlərin reklam edir öz filmdən öncə. Amma ona kimi biz də artıq satdığımız tərəfdaşlara, sponsorlara, müxtəlif deyək ki, şirkətlərə kimlərlə əməkdaşlıq edirik, onların reklamını yerləşdiririk.